Ah, uşaq vaxtlarımdan qorxu filmlərinə, qorxu hekayələrinə, qorxu ilə bağlı hər şeyə maraqlı biriyəm yəni. Emm, Cin filmləri, vampir ya da zombi filmlərini qorxu olaraq saymıram. Cin filmləri yenə biraz qorxulu idi ya da zombi filmlərini qorxulu olaraq saymıram. Uşaq vaxtı cin filmləri qorxulu idi, yalan yox. Daha sonra böyüdükcə onların da qorxusu qaçdı. Eee, Yəni paranormal olsun, hər hansısa bir qatil filmi olsun, mən qorxu filmlərini çox sevən biriyəm. Necə deyərlər, qorxu mənim üçün bir yəni var da, insanlar super qəhrəman sevərlər, kimisi action xoşlayırlar. 2 il bundan qabaq Chesterə baxmışdım və sonra dedim ki, mən niyə qorxu haqqında bir video çəkmirəm? Təbii ki, bu qorxu haqqında video çox da belə fəlsəfi ya da hər hansı bir mətnə dayanan bir şey deyil. Yəni sadəcə öz fikirlərimdir qorxu haqqında. Hər qorxu filminə baxdıqdan sonra, yəni uşaqlıqdan bəri ağlımda belə bir sual yaranır. Qorxunu nə qorxudur? Qəribə bir sualdır, bilirəm. Amma həqiqətən sizcə qorxunu nə qorxudur? Mənə görə bunun cavabı, yəni bir neçə ildir ki, ən azından bu cavabı verirəm, zamandır. Bunu necə tam olaraq açıqlaya bilərəm bilmirəm. Məsələn, qorxunun növləri var dedik, paranormal, qatil ya da Lovecraft tərzi qorxular var, kosmik qorxular ya da Poe'nun o ruhu, vicdanı işlədiyi qorxular, fərqli qorxu növləri var. Amma zaman bunların çox üstündədir. Biraz kosmik qorxuya yaxındır. Zaman Lovecraft tərzi qorxuya yaxındır deyərdim. Amma tam olaraq da deyil. Bunu necə işləyəcəm, onu fikirləşirəm hal-hazırda videoda. Misal bunu filmlər üzərindən anlatmağa çalışsam belə, zamanı qorxu filmi olaraq ələ alan hər hansı çox da gözəl bir film demək olar yoxdur. Biri var, yalnız o da necə deyim, qorxu filmi deyil. Arrival filminə baxıbsınızmı bilmirəm, Arrival. Qəşəng ingilis aksenti. Arrival filminə baxıbsınızsa, orada 2016 filmidir, Denis Villeneuve çəkib ki, Nolandan sonra ən yaşayan super rejissorlardan biridir mənə görə. Ki, filmlə adamın pis deyə biləcəyim filmi yoxdur. 2016-da çəkilmişdi bu film və demək olar mən də o vaxtlarda izləmişdim. Sonrasında neçə dəfələrlə izləmişəm artıq. Hətta mənim ən sevdiyim film listəsində birinci yerdədir. Bu qədər qorxu filmi sevən birinə görə qorxu filmi deyil ilk birdə olan filmin də, bu da ayrı. Amma filmin özü qorxuludur məncə. Niyə? Çünki filmin hekayəsində danışım biraz, spoiler var, diqqət. Filmdə yad planetlilər dünyaya gəlir, amma belə necə deyirlər, müharibə aparmaq, hamımızı öldürmək məqsədi ilə deyil. Sadəcə gəlirlər, müəyyən yerlərə kosmik gəmilərlə enirlər, belə qəribə bir kosmik gəmilər var. Şüllər daşa oxşayan, qayaya oxşayan belə bir gəmiləri var. Bu gəmilərin içindələr çox güman ki və insanlar təbii ki hər zamanki kimi burunları girməyən yerə başlarını soxacaqları üçün ətrafına yer qururlar. Siz kimsiniz, zavallı gəlibsiniz bizim planetimizə deyə adamlara yanaşırlar hər ölkədə. Təbii ki film Amerikada keçdiyi üçün bu filmdə Amerikada necə deyirlər? Təbii ki bu dəfə necə deyirlər, yad planetlər dünyanın hər yerinə gəlir demək olar. Amma yenə də filmin özü Amerikada keçdiyi üçün bizim əsas qəhrəmanlarımız Amerikanlılar hər zaman. American. Nəysə. Filmdə bu canavarların dilini öyrənərək nə danışmaq istədiklərini verirlər ki, canavarları da tam olaraq göstərmirlər. Necə deyim, bu filmlərdə falan o sorğu səhnələri olur, insanlar izahat saldıqları yerlər falan. Onun kimi bir necə deyirlər, şüşə var, iki ayrı yerdirlər, elə bir karantinadadır canavarlarımız. Orada dumanın arasından bəzən uzantıları çıxır, eynən Lovecraft qorxusudur, yəni bir növ canavar tam olaraq göstərmir ki bizə, biz nə ilə qarşı-qarşıya olduğumuzu bilməyək. Nəysə, film boyunca da onsuz da canavarların fikrini də tam olaraq başa düşmürsən. Bunu yedirirlər təbii ki. Siz bizə gələcəkdə lazım olasınız, biz də ona görə indidən sizə kömək etdik kimi bir məntiqlə yedizdirirlər ki, filmin içində çox gözəl yeyir bu. Amma bir insan olaraq o canavarın nə istədiyini tam olaraq dərk eləmisən. Və ən qaranlıq qalan qismlərindən biri də bu Lovecraft bunu çox çörəkləyib ədəbiyyatda. Çünki bunu filmdə vermək çox çətindir və Arrival bunu bacaran çox nadir filmlərdəndir. Hətta mənim izlədiyim tək filmdir deyə bilərəm, bu kosmik qorxunu bu qədər gözəl verə bilər. Amma film qorxu filmi deyildi, yəni çox fərqli bir teması, aurası var. Nəysə, film davam edir, o filoloqlar özləri falan gəlir. Amma filmin əsas nöqtəsi nədir? Filmin baş qəhrəmanı var, bizim Superman'dən tanıdığımız qadın adı yadımdan çıxır. Superman'in Lois Lane'ini oynayan aktrisanın adı yadımdan çıxdı, nəysə. Filmin baş qəhrəmanı odur. Filmin ilk səhnəsində biz bir şey görürük. Qadın qızı ilədir.
vaxt keçirirlər, nə bilim. Və daha sonrakı səhnələrdə, yəni qadın universitetə gedir, amma qadının üzündə bir kədər hiss eləyirsən, bir boşluq hiss eləyirsən, sanki sevdiyi birini itirib və düşünürsən ki, orada ilk səhnədə bu qadın qızını itirib, həmin səhnə bir flashbackdir və davamlı olaraq filmdə bu qadın flashbacklər vasitəsilə, yəni xatirə vasitəsilə sanki keçmişi xatırlayırmış kimi öz qızını xatırlayır davamlı olaraq bunu eləyirlər bir neçə dəfə. Amma işin ən qorxulu tərəfi də buradır. Nə o canavarların kosmikləri falan deyil. Filmin sonunda öyrənirik ki, əslində bu filmin axırıymış. Yəni qadın keçmişi deyil, gələcəyi görürmüş, gələcəyi xatırlayırmış deyək, gələcəyi xatırlayırmış. Yəni film başından bəri insanın zaman anlayışıyla necə oynaya biləcəyini, o zamanın illüziyasını necə qıra biləcəyini göstərdirsə, bunu Nolan da çox eləyir, amma Arrival-da bu tamamilə fərqli işləyir də, yəni bunu hiss elətdirmir. Nolan birbaşa hiss elətdirir ki, mən zamanın necə deyirlər, masterim, zamana ulti atır adam, amma Arrival filmi belə deyil. Yəni bilmirəm, burada zamanı çox dairəsəl şəkildə çox rahat bir variantda anlatır. Yəni filmin sonunda belə etsən bax. Ha? Belə qalırsan. Ona görə də Arrival bu gözəl və həqiqətən də qorxulu bir teması var. Çünki zamanı keçmiş olaraq o qədər anlamağa meyilliyik ki, filmdə belə bunu istifadə ediblər və əslində bizə gələcəyi göstəriblər və bunun fərqində belə olmamışıq. Və filmin dediyim kimi ən qorxulu tərəfi də buradır ki, biz hər zaman insan olaraq indini yaşamağa meyilliyiz. Zaman bizim ən qorxulu vasitəmizdir. Çünki zaman özünü istehsal edir. Zamanın asılılığı yoxdur demək olar. Yəni hər hansı bir varlıqdan ya da fərqli bir şeydən asılılığı yoxdur. Bəli, zaman məkan bükülməsi deyən bir şey var, zamanlar bükülə bilir. Amma hər zaman, hər yerdə, hər şəkildə zaman var. Əgər bir heçlik varsa, heçliyin özünün belə bir zamanı vardır. Yəni bir şeyin varlığı üzərindən zaman özünü qoruya bilir hər zaman. Zaman özünü istehsal edir bir növ. Və sanki hər şeyi yaradan da, yox edən də zamandır. Zamanla hər şey yaranır, zamanla yox olur. Zaman özünü istehsal edir, saniyələr öz əzablarının içində qıvrılır, dəqiqələr özünü yeyir, nə bilim, saatlar bir-birinin içindən keçərək sanki bir körpə kimi yenidən doğulur, amma hər zaman elə bir insan məzardaymış kimi hissi var. Yəni indi insanın məzarıdır bir növ, bir həbsxana, bir məhkumluq. Sanki keçmişdən gələn donmuş bir indi kimidir insan, yəni bu varlıqların içərisində. O qədər, necə deyirlər, bərbad bir vəziyyətdədirlər ki, zaman anlayışımız, zamandan çox qorxa bilmirik, zamanı anlamırıq, zamanı dərk edə bilmirik tam olaraq. Məsəl üçün, bəzi zaman növlərimiz var da, deyirik, məsələn, tam təbii ki, təsdiqləri yoxdur, bəzilərinin var, bəzilərinin yox. Nisbi zaman var, geometriyan zamanı, nə bilim, fraktal zaman olsun, dairəvi zaman olsun, biz bunların anlayışlar üzərindən fəlsəfələr qururuq, elm işlədirik, riyazi strukturlar yaradırıq. Lakin problem nədədir? Ən qorxulu şey, zamanı heç vaxt anlaya bilmirik. Məsəl üçün, keçmişə gedən bir varlıq olsa, daimi olaraq zaman onun üçün keçmiş axsa, o zaman o axış, yəni deyək ki, bu zamandır. Bir xətt üzərindən gedən bir zamandır. Belə bir zamandır. Bu da bizim varlığımız olsun. Bu zaman xətti üzərində bu varlıq davamlı olaraq bu ox irəli gedir, biz buyuq, irəli gedirik. Təbii ki, insan bunu belə anlayır zamanı, yəni kainatın zamanı bu belə deyil. Lakin belə bir varlıq düşünün, zamanı belə deyil də beləsinə axdığını hiss eləsin. Ya da insan şuuru bunu belə proqramlasın. Bunun iki tərzində də, yəni həm düz zamanda, həm irəli zamanda, həm də geriyə getmiş zamanda ortaq olan tək bir şey var. Varlıqlar, şuurlar, özünü təsdiq edənlər, davamlı olaraq hərəkət halında olanlar hər zaman indidə olacaqlar. Yəni o qədər problemli bir nöqtədir ki, misal buna bir örnək verib qorxu prinsipi üzərindən. Yüksək bir təpənin, yüksək bir binanın başında olduğunuzu düşünün. Aşağı baxdığınız, nə bilim 20 mərtəbə, 30 mərtəbə artıq neçədən qorxursunuzsa. Aşağıda insanlar, aşağı baxanda bir çox insan qorxmağa başlayır. Kənarına gəlir binanın, aşağı baxdı və qorxu başlayır. Təbii ki, hamıda deyil və çox insanda qorxu başlayır. Yəni, sizcə insan aşağı baxarkən niyə qorxar? Yəni, qorxduğu şey nədir əslində? Nədən qorxur yəni? Qorxudan, necə deyirlər, yüksək bir binanın təpəsindən aşağı baxarkən aşağı düşməkdən mi qorxur insan? Yoxsa
düşməyə sahib olduğu fikirdənmi? Yəni düşmək fikrinə o an sahib olmaqdanmı? Yuxarıdan hal-hazırda baxarkən oradan düşə bilərəm mən fikrinə sahib olmaqdanmı? Ya da bu fikirdirmi həqiqətən onun qorxudan, yoxsa necə deyirlər, o anı indidə yaşamağın hissidirmi? Hal-hazırda bunun gerçəkləşə bilmək hissidirmi? Ya da bu fikrin öz içində ola bilməsidirmi? Yəni daimi olaraq düşüb ölməkdən qorxmur da, düşə bilmək istəyinin içində olduğunu fərq etməkdən də qorxa bilər insan. Bir çox variantı var. Amma hər zaman bir problemi var. İnsan indidə oranı görür. Məsəl üçün ən qorxulu vəziyyətlərdən birində deyək, suyun altına girdiyiniz zaman, nəfəsinizi tutduğunuz zaman həyatınızda bir dəqiqənin necə uzun olduğunu o an anlayırsınız. Bir dəqiqənin, 2 dəqiqənin necə uzun bir şey olduğunu suyun altında anlaya bilirsiniz. Yəni nəfəsinizi nə qədər tutsanız da 4 dəqiqə, 5 dəqiqə, 5 dəqiqə kimi tutulur. Nəysə, 1-2 dəqiqə o suyun altında qaldığınız zaman anlayırsınız ki, nəfəs çox vacib bir şeydir. Amma dəqiqənin, zamanın nə qədər vacib olduğunu anlayırsınız. Bir dəqiqənin necə uzun bir zaman ola biləcəyini anlayırsınız. Yəni insanın anladığı zamanla, deyək ki, bu qələmin ya da bu dəftərin, bu masanın öz şuuru olsa, bunların da hər biri zamanı fərqli olmasa, eyni şeydəki kimi, kvant fizikasındakı hissəciklər kimi fərqli biz zaman fərqli başa düşürük, onlar da zaman fərqlidir. Məsəl üçün, bu eyni andakı sistemləri çox fərqli olur. Bu səbəbdən zaman demək olar insanın ən qorxulu məhfumudur. Keçmişini yaradan da zamandır, gələcəyini yaradan da zamandır, səni indiyə məhkum edən də zamandır. Keçmişdən gələn, indidə donan bir insandır sanki zaman. Və bu varlıqların üzərindən formalaşdırır hər şeyi. Və bəlkə də qorxu sistem üzərindəki ən belə necə deyirlər, böyük yatan, yəni dünyadakı ən böyük qorxu zamandır. Zamanı məsəl üçün tanrı olaraq da görə bilməsin. Təbii ki, görənlər var, o ayrı məsələ. Amma məsələn zamanı tanrı olaraq görsən, zaman heç bir duanı qəbul eləmir. Zaman sadəcə bəzən xoşbəxtlik verir, bəzən kədər verir, amma bunu sənin ondan istədiyinlə vermir. Zaman üçün sən necə deyirlər, eyni Lovecraft'ın o kosmik ulduzlararası qorxusundakı kimi varlıq səni öldürməyə belə təşəbbüs, zaman səni öldürməyə belə təşəbbüs göstərmir. Sən onun içində ölüb gedirsən, heç səndən xəbər də olmur. Eynilə sənin bütün həyatın boyu o hücrələrinin yenilənib, necə deyirlər, köhnə hüceyrələrin öldükcə yerinə yenilər gəldiyi zaman sən ondan fərqinə belə varmırsan həyatını davam etdiyin kimi. Zaman üçün sən bundan daha əysiksən, yəni zaman üçün o belə deyilsən, zamanın formalarının içində var belə deyilsən və bu mənasızlıq qorxusu, zamanın o insanın zamanın qarşısında o acizliyi, o zamanın o nəhəngliyi qarşısında sadəcə indi kimi bəsit bir yerə məhkum oluşu həqiqətən qorxudur. Yəni nə zamandan qaça bilərsən, nə onu idarə edə bilərsən, nə onunla zaman o deyirlər, məsəl üçün odla oynamaq olmaz. Zamanla oynamaq olmur. Nətər deyim? Saatlar düzəldirik, zaman anlayışları formalaşdırırıq. Zaman haqqında filmlər çəkirik, keçmişə səyahətin xəyallarını qururuq. Amma istəsək belə zamanı bir oyuncaq eləyə bilmirik. İnsan çox meyllidir bütün ətrafındakı şeyləri özünün üçün istifadə eləməyə, amma iş zamana gəldiyində zamandır hər şeyi idarə edir, yəni insan deyil. Və bu ən böyük qorxulardan birini yarada bilər. Məsələn, bir gün belə bir hekayə yazmaq istəyirəm zamanla bağlı. Nəsə deyə bilərdik, az əvvəl dedikdə bəzi hekayələri ilə. Zaman özünü istehsal eləyir, saniyələr öz əzablarının içində qıvrılır, dəqiqələr özünü yeyir, saatlar bir-birinin içindən keçərək bir körpə kimi yenidən doğulur, yuxuların, kabusların ardından zaman tərsdən oxunur. Nə bilim, başqa nə ola bilər? O zaman o qədər qəribədir ki, məsələn, Lovecraft'ın qorxusunda da zaman işləyir əslində o. Eyni zamanda Poe'nun qorxusunda da zaman işləyir. Poe'nun o vicdan anlayışı da zamanın ruhun o görünməz əzablarını Poe məsəl üçün verdiyi zaman Crow'da falan. Necə anladım? Onu zamana yayır, zamanla onu formalaşdırır. Eyni zamanda Lovecraft'da kozmik bir canavarla görür, varlıq görür məsəl üçün. Kozmik olanın qorxusunu necə formalaşdırdığını ortaya qoyur. Yəni qorxu əslində bir növ bizim necə deyirlər, öz varlığımıza, yəni bir növ varmı zamandan daha böyük bir qorxu deyə soruşmaq istəyərəm həqiqətən də. Yoxdur çünki. Nədir ki, qorxunu qorxudan zamandan başqa? Var? Yox.
qorxu belə zamanın qarşısında qorxur. Çünki o belə bilir ki, zamanı gəldiyində qorxu belə zamanın qarşısında yox olub gedəcək bir şeydir. Zamanla yox olur hər şey, zamanla var olur hər şey. Hər şey indi olur, amma adını keçmiş qoyursan. İndi dediyin anda belə keçmiş var olur. İndi dediyin anda belə indi keçmişdə qalır və sən indidəsən. Qəribə bir şeydir. Zamanı anlamağa çalışmağın belə özü insanın idrakını aşır bir nöqtədə yəni. Və bunun qarşısında qalxıb deyəsən ki, bəzi insanlar deyir ki, hər şeyi bilirik, hər şeyi eləyirik. Bu qorxunun özü, yəni bir insana boşluqdan daha qorxu verici heç nə yox. Anlamamaqdan, yəni bir şeyi anlaya bilməməkdən, insan onu anlamamaq, üzərinə formalaşmayıb, anlamağa çalışır, daim olaraq o çalışır. Anlaya bilmədiyi zaman artıq qorxu orada başlayır. Elə Lovecraft'ın əsas mənbəyi də budur, yəni qorxunun çörəyini buradan yeyir Lovecraft. Nəysə, belə qorxu haqqında biraz danışmaq istədim. Sözün düzü hər hansısa bir kitab ya da fəlsəfi bir məzmun oxumadım bunun haqqında. Sadəcə elə nə hiss edirəm onu danışdım. Elə alındı bu dəfəlik. Nəysə, hələlik bu qədər.